Təxminən bir neçə ay bundan öncə Azərbaycanda olan erməni əsirlərdən bir neçəsini, həmçinin Xocalı qətliamının əsas iştirakçılarından biri olan Zorbalayanı öz dövlətinə təhvil verərkən bəziləri buna itiraz edirdi. Amma mən həmişə dövlətimizin siyasətinin güclü olduğunu və cənab prezident İlham Əliyevin çox ağıllı xarici siyasəti və daxili siyasəti olduğuna şübhə etməmişəm və həmişə də vurğulamışam. Bugün bir sevindirici xəbər eşitdim. Eşitdiyimə görə bir neçə şəxslərin o narazılıq elədiyi Zorbalayan artıq gəbərib və dünyasını dəyişib. Onu bizim torpaqlarda gəbərib torpaqlarımızı və bizim əraziləri mundarlamaqdansa elə bir neçə ay tez öz ölkəsinə qaytarılıb orada gəbərməsi daha məqsədə uyğun oldu məncə. İstədim ki, bu sevindirici xəbəri sizlərlə də bölüşüm.